Və min şərri nəffəsəti fil uqad. Sığınırıq şərrindən düyünlərə üfürən qadınların. Deyir ki, orada nəffəsəti fil uqad. Uqad sözü, düyünlər sözünü deyir ki, aqd sözündəndir, aqd. Aqd da sazişdir. Deyir, şərindən sığınırıq Allaha o kəslər ki, sazişi pozurlar. Nəffəsət əlif və tə ismə əlavə olunarsa, o qadın cinsinin cəmidir. Sən bunu bilmirsən. Sən bunu bilmirsən, az Qurandan danışsan. Vallahi bu gün mən. Və deyirsən, uqad əqidlər deməkdir. Uqad əqid demək deyil. Aqid əqid deməkdir. Cəmi uquddur. Amma uqdə düyün deməkdir. Cəmi uqaddır, düyünlər. Adam cahilinə bax. Baxıb gör ki, ayin, qaf, dəl var. Uqud. Elə bilir ki, aqiddir, yəni saziş. Düyünə də ərəblər. Hərəkə məsələsi var orada. Sən cahilsin. Vallahi, sənin Allahın dinlə danışma haqqın yoxdur. Allaha and olsun ki, onun dinlə danışma haqqı yoxdur. Yəni, o səviyyə Allahın dinlə danışmaz.